Herkese salam, mən Elvina. YouTube kanalımıza xoş gəlmisiniz. Bugün biz sahildəyik və Azərbaycan oxucularına kitab hədiyyələrimiz var. Onlara bir neçə sual verəcəyik. Əgər onlar bu sualların cavablarını düzgün bilsələr, onlara bir kitab hədiyyə edəcəyik. Gəlin görək bizdə hansı kitablar var. Mini klassikalardan Maksim Gorkinin Malva kitabı, Aleksandr Pushkin Qafqaz əsiri, Patrik Modiano'nun Sənin məhəllədə itməyin üçün, Süleyman Rəhimovun Dəyirman kitabı, sonra burada fəlsəfə kitablarımız var. Konfutsi ilə 90 dəqiqə, Russell ilə 90 dəqiqə, Cecilia Aherin Xatirələr üçün təşəkkürlər, Möcüzələr dükanı, Elçinin Mahmud və Məryəm əsəri və son olaraq Rahibə kitabı. Gəlin görək bu kitabların sahibləri kimlərdir? Salam. Sizə 2 sualım olacaq. Sualların cavabını düzgün bilsəz, sizə bir kitab hədiyyəmiz olacaq. Başlayaq. Gülən Adam əsərinin müəllifi kimdir? Victor Hugo. Aha, bəs Qanun Nəşriyyatını Instagramda izləyirsiniz? Evet. Göstərə bilərsiniz? Çox sağ olun, xoş mütaliələr sizə. Çok sağ olun. Teşekkür ederim. Çox sağ olun. Sağ olun. Salam. Salam. Sizə 2 sualımız olacaq. 2 sualın cavabını düzgün bilsəz, sizə kitab hədiyyə edəcəyik. Birinci sualımız belədir ki, Korluq əsərinin müəllifi kimdir? Saramago. Aha, bizi Instagramda izləyirsiniz. Göstərə bilərsiniz? Əla. Buyurun kitabınız. Çok sağ olun. Siz sağ olun. Salam. Salam. Adınız necə oldu? Xatirə. Xatirə xanım sizə bir neçə dənə sual verəcək. Əgər sualların cavabını doğru bilsəz, sizə bir kitab hədiyyə eləyəcəyik. Romeo və Julietta əsərinin yazıçısı kimdir? Shakespeare. Aha, bəli, düzgün bildiniz. Buyurun. Sağ olun. Siz sağ olun. Salam. Salam. Adınız necə oldu? Mənim adım Lalədir. Aha, Lalə xanım, sizə bir dənə sual verəcəm. Sualın cavabını düzgün bilsəz, sizə kitab hədiyyə edəcəm. Harry Potter kitabının yazıçısı kimdir? Rowling. Kitabı oxumusan və yaxud da film izləmisən? Bəli, film izləmişəm. Orada 3 yaxın dost var idi. Orada 3 yaxın dostdan qızıl saçlı olan adını xatırlayırsan? Ron Weasley. Aha. Buyurun. Çok sağ olun. Siz sağ olun. Salam. Tamam. Sizə 2 dənə sualım olacaq. Əgər sualların cavabını düzgün bilsəz, sizə Qanun Nəşriyyatından bir kitab hədiyyəmiz olacaq. Birinci sualımız belədir. Dəli Kür əsərinin müəllifi kimdir? İsmail Şıxlı. Bəli, düz cavabdır. Ölülər əsərinin müəllifi kimdir? Cəlil Məmmədquluzadə. Üçüncü sual da verim. İblis əsərinin müəllifi kimdir? Hüseyin Cavid. Allah, super. Siz qalibsiz. Teşekkür ederim. Çok sağ olun. Siz sağ olun. Salam. Salam. Sizə bir neçə sualımız olacaq. Sualın cavablarını düzgün bilsəniz, sizə kitab hədiyyəmiz olacaq. Birinci sual. 1984 əsərinin müəllifi kimdir? George Orwell. Aha, düzdür. Anna Karenina əsərinin müəllifi kimdir? Lev Tolstoy değil. Lev Tolstoy. Aha, bəli, düzdür. Instagramda bizi izləyirsiniz, Qanun Nəşriyyatını. Ben izleyeyim. Baxa bilərik. Sen de götür. Buyurun. Çok sağ olun. Siz sağ olun. Tamam, çox sağ olun. Salam. Salam. Sizə 2 sual verəcəyik. Sualların cavabını düzgün bilsəniz, sizə bir kitab hədiyyə eləyəcəyik. İlk sualımız belədir ki, Qızıl Gülün adı əsərinin müəllifi kimdir? Umberto Eco. Aha, bəs bizi Instagramda izləyirsiniz? Göstərə bilərsiniz? Buyurun. Xoş mütaliələr. Sağ olun. Sizə 2 sualım olacaq. Sualların cavabını düzgün bilsəz, sizə bir kitab hədiyyə edəcəm. Sualım belədir. Şərq Ekspresində Qətl 10 Zənci balası kitablarının müəllifi kimdir? Agatha Christie. Aha, bəs Qanun Nəşriyyatının səhifəsini Instagramda izləyirsiniz? Göstərə bilərsiniz? Xoş mütaliələr. Çok sağ olun. Sağ olun. Və beləliklə biz şəhər sakinlərinə bütün kitabları hədiyyə etdik. Kitab sevərlərlə tanış olduq. Əgər siz də kitab hədiyyəsi qazanmaq istəyirsinizsə, hazır olun. Hər hansı yanınıza gələ bilərik və bizi Instagramda, Facebookda, YouTube'da izləməyi unutmayın. Hələlik.